Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in. Selamun aleyküm ve rahmetullah. Bu gözəl məkandan hər birinizi salamlayırıq. Hər kəsə duacıyıq. Allah Teala sizlərin ibadət itaətlərinizi qəbul eləsin. İmam Rızaya xatir sizlərə bu ayda ən gözəlini nəsib eləsin. Allah öz dostlarına əta etdiklərindən sizlərə də əta eləsin. Mövzumuz etiqadi ayələr və bir sıra şübhə yaradan mövzular haqqında idi ki, Qur'an-ı Kərimin ayələri ilə siz əzizlərin xidmətində idik. Bugün istəyirəm bir məsələni diqqətinizə çatdırırım ki, bəzən Allah bəlanı göndərməklə, çətinlikləri göndərməklə bu çətinliklər səbəb olur ki, bizim istedadlarımız üzə çıxsın. İnsan səbr eləməklə, dözməklə Allahın o gözəl dostlarından olur. Allah onda bir şeylər kəşf eləyir və onun nemətlərini artırır, onun məqamını artırır. Bu barədə biz Qur'an-ı Kərimin İnşirah surəsinin 6-cı ayəsinə də diqqət eləsək, 5 və 6-cı ayələrində Allah Teala buyurur: "Əuzu billahi mineşşeytanirracim. Fe inne ma'al usri yusra. İnne ma'al usri yusra." Buyurur ki, şək eləməyin. Hər bir çətinliklə asanlıq da var. Yəqininiz olsun ki, heç bir şəkkiniz olmasın, o çətinliklər bir gün asanlığa çevriləcək. Sadəcə olaraq Allah Teala bizi imtihan edir. Allah istəyir biz bəndələrin o qəlbindən çıxanı dilə gətirsin. Təsəvvür eləyin, biz əgər Allahın o bəlasının müqabilində səbr eləsək, dözsək, Allah bizi bu səbrə dözməkdə görsə, görün, necə bizdən iftixar eləyəcək? Necə ki, hədislərdə var, Allah Teala İmam Hüseyin əleyhissalamın o aşurasında, o Kərbəlasında göyün pərdələrini çəkdi, görsətdi. Dedi, baxın, deyirdiniz insanı yaratma, mələikə. Baxın, mən buna görə insanı yarattım. Hər nəyin atıb, hər nəyin tərk eləyib, mənim razılığım üçün canını qurban verib, malını qurban verib, övladlarını qurban verib, yaxınlarını qurban verib, ailəsini əsir verib. Allah Teala fəxr elədi. Biz də bəzən bu cür əməl eləməklə, bu cür ibadət eləməklə və Allahın göndərdiyi o bəlaların müqabilində səbr eləməklə Allah bizdən iftixar eləyir. Deyir, baxın bəndəmə. Baxın bəndəmə, eləyə bilər gedib dünyanın ləzzətini yaşasın. Amma deyir, Allahım istəmir. Deyir, Allahım razı deyil. Allah istəmir, mən də istəmirəm. Dünyanın ləzzətinin dalıca gedə bilər, amma Allah bunu ondan istəmir, Allah çəkindirir. O da deyir ki, Allahın razılığı mənim razılığımdır. İlahi, rizəm bi rizak. Necə ki, İmam Hüseyin əleyhissalam Kərbalada deyir, İlahi, sənin razılığınla razıyam. Təslimən li əmrik. Sənin bütün əmrləri və təslimən. Nə desən odur, necə desən odur. Biz belə olmalıyıq. Bizim imamlarımız belə olub, biz o imamların dalıca gedirik, onların yolunu gedirik. Gərək biz də belə yaşayaq. Hədisdə də Peyğəmbərimizdən hədis var ki, buyurur: "Və ələm ennən nəsr ma'as sabr və ennəl fərəcə ma'al kərb." Bilin, əgər kömək istəyirsinizsə, çətinliklərin müqabilində səbr etməklə köməyi əldə edə bilərsiniz. Əgər istəyirsinizsə, Allah Teala sizə səbr eləsin, səbir versin, kömək eləsin. Gərək səbirli olasınız, səbr eləyəsiniz. Əgər istəyirsinizsə, işinizdə bir fərəc yaransın, işinizdə o çətinlik aradan getsin, bu çətinliyin aradan getməsi üçün gərək o çətinliklərə dözəsiniz. Səbirli olmaqla Allahın o rəhmətini qazana bilərsiniz. Allah Teala öz rəhmətini bizlərin halına şamil eləsin. Ay rəhmət ayıdır, bərəkət ayıdır. Allahdan istəyimiz budur ki, bu aya xatir bizim ağlımızla bizlə rəftar eləməsin. Öz Allahlığı ilə, öz fəziləti ilə, öz mehribanlığı ilə, əzəməti ilə bizlə rəftar eləsin. Öz ağlımıza qalsa bərbaddır. Həm dünyamız, həm axirətimiz. Məgərin ki, Allah bizə rəhm eləyə, fəziləti ilə davranır. Allah Teala bu aya xatir bizi bağışlanan bəndələrdən qərar versin. Sizləri Allaha tapşırıram. Gələn verilişlərdə
görüşmə ümidi ilə sağ olun. Allah amanında. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.